küsülü idilər, bir-birlərindən danışmırlar. Bu da başqa yerdə idi, universitetdən gələndən sonra. Nə bilim, hələ qorxu zat gəlirdi səhər-səhər. Mən də heç unamadım ki, belə bir hadisə baş verəcək. Mən elə evdəydim, evdə gördüm ki, xəbər çıxartdı ki, belədir. Mən bu dağdan gedən dördüm, vurub qaçıb. Bax, belə. Mənim həyatımı söndürdü. İçki alüdətisi, yansı? Yox, heç bir işkidat yox. Sadəcə olaraq nə bilim, iş. Tez-tez mi belə münaqişə olur? Tez-tezdən də 3 ay idi evimdə idi də mənim, getmirdi oraya. 3 ay idi evimdə idi. Allah zəlil eləsin, mənim çırağımı söndürdü işte. Necə ailə qurmuşdular? Yəni, bir qohumluq əlaqəniz var idi? Qohumluq da var idi, elə belə qohumluq əlaqəsi. Prosta götürüb qaçmışdı onu. Götürüb qaçmışdı. Da yaxşı idi, pis deyildi. Sonra nəsə oyunlar çıxdı, nə bilim da delədi, qatıra qarışdırdılar işte. Onu da kimsə beynini doldurub, bu da dedi ki, sən güya pis yollardasan, nə bilim, nə varsa. İşte bu hadisə.